Əvvəli çox sağ olun. Ona görə ki, bu işdə Qərb Azərbaycanlıları tərənnüm etdiyimiz üçün cəmiyyəti daha da təkmilləşdirdiyimiz üçün çox sağ olun. Bu işdə sizə uğurlar arzu edirəm. Qeyd edim ki, mən 1982-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 79-81-ci illərdə isə Sovet İttifaqı, keçmiş Sovetlər Birliyinin ordu sıralarında xidmət eləmişəm. Sonra tələbəçilik illər olub. 1988-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə Profilaktika Fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Qursalı kəndi Pənbəh mahalında böyük kəndlərdən biri olub. Qonşu bir neçə para kəndlər var idi. Ancaq Qursalı kəndi də böyük ərazi və əhali cəhətdən böyük kənd olubdur. Əvvəllər demək, kənddə ümumiyyətcə əvvəlindən bir neçə nəsillər məskunlaşıbdır. Yəni, kəndin əhalisinin bir neçə nəsillərə aid olduğu qeyd olunurdu. Bu barədə kitablar da yazılıb, kitablar da çıxıb və hər nəslin kökü, mənşəyi, məsələn, bir ya Azərbaycan bölgəsindən, ya bir hansısa bir bölgədən olubdur. Məsələn, kəndimizin, bizim məsələn, dəmirçilər nəslidir bizim nəsil. Bizim nəslin ən ulu babamız Dəmirçi Məmməd adında kişi olubdur. Dəmirçi Məmməd qeyd olunduğu kimi əslən Qazax mahalından olubdur. Bəzi nəsillər, məsələn, Qarabağdan da olan var, məsələn, Göy Məmməd nəslindən Göy Məmməd kişi və s. Yəni, bu Qursalı kəndinin çox uzun bir, keçmiş bir tarixi var və son 88-ci ilə qədər də Qursalı kəndi daima, heç vaxt, heç bir yerə köçmək fikri olmayıb və öz vətənlərində daima çalışıb, inkişaf eləməyə çalışıblar. Ancaq göründüyü kimi 1988-ci ildə erməni daşnaqları tərəfindən başladılan bu milli ayrıseçkilik zəminində Ermənistanın digər sayı yerlərində olan bölgələr kimi bizim kənd də tamamilə deportasiya olundu. Ancaq bizim kənd, yəni bizim Pənbəh mahalında olan yaşayan insanlar tək deportasiya yox, həm də deportasiya dövründə o ərazidə baş verən güclü bir zəlzələ ilə də üzləşməli oldular və iki tərəfdən ziyan gördülər. Həm zəlzələ, həm itkilərimiz oldu zəlzələdə. Декабря 1988 года подземная волна сотрясает почти половину территории Армении. В городе Спитаки толчки до 10 баллов, в Ленинакане и Кировакане до 9. В считанные секунды гибнет 26 тысяч человек, 700 тысяч остаются без крова.
həm də bütün mal mülkün dağılması və tamamilə oradan deportasiya. Yəni 2 qat zərbəyə məruz qaldıq. Вот что они с нами сделали. Где военные, где армия? Нас истребляют. Пришлите же хоть кого-нибудь в защиту. Там остались раненые, убитые. Пришлите, защитите. Kırılanlar, ölenler hamısı kalıp da orada sağımız yanımız yoktu. Kəndinin cəmaatı çox mərd və qorxmaz olublar. Və bunu 1988-ci ildə də göstəriblər. 88-ci ildə elə ermənilər o kəndlərimizə hücum eləyən vaxtı məhz bizim Qursalı kəndinin cəmaatı əli silah tutanın hər bir kəsi indi silah çox olmasa da ov tüfəklərindən falandan istifadə eləməklə o hücumların qarşısını ala bilmişdilər. Ancaq bizim ərazi Ermənistanın mərkəzində yerləşdiyi üçün, yəni Azərbaycan sərhədinə çıxışımız olmadığı üçün çox böyük təhlükə var idi. O müqavimətdən, vuruşmadan sonra belə düşünmüşdük ki, bu insanları artıq oradan salamat çıxımı qeyri-mümkün olacaqdır. Elə bir tərəfdən bəlkə də zəlzələ olması həmin hədəfdən bizim xalqı xilas elədi. Yəni onların başı qarışdı zəlzələyə, o öz itkilərinə və bizim cəmaat oradan çıxmağı bacardı. Yəni Qursalı kəndinin dediyimiz kimi fərqləndirən cəhəti, eyni cəhəti çox idi ki, hamısı oxuyan idi, hamısı ali təhsilə meyilli idi, ali təhsil almağa, yəni savad var idi və eyni zamanda öz ədəb qaydalarını, millətimizə uyğun olan qaydaları, millətimizə uyğun olan adət-ənənələri ermənilərin içində yaşayaraq da heç vaxt unutmadıq. Əksinə onu daha da möhkəmləndirdik və həm də elə Qursalı kəndinin elə qəhrəmanlığı daha çox fərqli. Qursalı çox gözəl, Qursalı kəndini tərənnüm eləmək çox gərək onun üçün Qursalı kəndinin təbiəti, hətta o vaxtı biz orada yaşayan vaxtı ermənilərin özləri o kəndə vurulmuşdular ki, özdə elə bizim adımızı onlar əsl öz adımızda çağırdılar. Biz deyirdik, Azərbaycanlı, onlar deyirdi, yox sən türksən. Deyirdilər, türklər gör harada yaşayır. Yəni 4 tərəfdən meşələrlə əhatə olunmuş. Belə bütün bulaqları, təbiəti, saf təbiəti olan bir ərazidə yerləşirdi. İnsanların elə bil kəndin alt tərəfindən dəmir yolu, şosсе yolu, mərkəz yollar keçirdi. Yəni mərkəzi yolların üstündə və eyni zamanda təbiətin içində. Yəni bu çox əsrarəngiz bir təbiəti var idi. Hansı ki o çox yerlərdə elə bir təbiəti tapmaq mümkün. Bir an olmuş bizim köyler, yalnız kalmış mənə şələr. Kurban olsun sana eller, çok özledim dersin seni. Bir an olmuş bizim köyler, yalnız kalmış mənə
özledim dersin seni. Munzurun soğuk suları serin olur yaylaları, ıssız olur geceleri. Çok özledim dersin seni. Yaşanmıyor, kimse beni anlamıyor, dersime hiç benzemiyor. Çok özledim dersin seni. Buralarda yaşanmıyor, kimse bizi anlamıyor, dersime hiç benzemiyor. Çok özledim köyüm seni. Kəndin içində bir sıra bulaqlar var idi. Onlardan Qarabulaq kəndin mərkəzində idi. Klub deyilən yerin yanında. Sonra bu dərə tərəfdə yerləşən Sarıbulaq var idi. Yəni Sarıtəpə deyirdi onun ayağında. O su çox gözəl su idi. Sonra Cökəlik bulağı var idi. Cökəlik meşəsinin içərisində idi. Sonra bir sıra başqa bulaqlar da var idi, amma ən önəmliləri Tapda var idi bulaq. Dağın üstündə Tap bulağı deyərdilər. Orada yəni yay vaxtı insanlar da, heyvanlar da ondan istifadə edərdilər çöldə məsələn də, yəni suyun dağın başında axardı o su, Tapın bulağı deyərdik. Belə çox bulaqlar. Rayonda, şəhərdə işləyənlər də var idi. Kənddə işləyənlər əsas məşğuliyyət əkinçilik və heyvandarlıq sahə idi. Əsas məşğuliyyət. Ancaq hər bir ailədən demək olar ki, bir nəfər demək olar ki, rayon mərkəzində, şəhərdə də çalışmaları var idi. Yəni gedib işləyib gəlirdilər. Zavoddanmı, digər idarələrdənmi. Ancaq yerli kənd cəmaatının da bağçılıq
təsərrüfatçılıq, yəni şəkər çuğundur əklərdi, ərazilər var idi. O vaxtki Sovet dövləti tərəfindən. Bu taxılçılıq, yəni kənd təsərrüfatı önəmli dərəcədə inkişaf eləmiş. Novruz bayramı çox önəmli bir şəkildə keçirilərdi. Bizdə məsələn yadıma gəlir körpə ikən məsələn o Ramazan ayı çox önəmli saxlanardı, qəbul olunardı. Sonra kəndin ortasında məscidimiz var idi. Belə yəni müsəlmana aid olan bütün adət-ənənələr tamlığı ilə qorunurdu, saxlanırdı və axıracan da saxlanmışdı. İndi də cəmaatımız tərəfindən saxlanmaqda davam edir. Axır çərşənbə deyərdilər, bayram qabağı. Axır çərşənbədə mən uşaq vaxtı onu yadıma salıram ki, demək çıxardılar uşaqlar bacalara. Axır çərşənbədə nə eşidərdilər onu hiss edirlər. Ürəklərində tutan arzu ilə çıxardılar bacalara, görüm o arzum yerinə yetəcəkmi? Böyle kimi o adət-ənənələrimiz var idi. Sonra axır çərşənbədə əsasən mən yadımda qalan budur ki, bax o arzular eləyərdilər, arzu tutardılar. Bu arzu ilə də qulaqlarını tutub gedib pəncərənin qabağında durardılar bir evin, hansısa pəncərəli evin. Sözləri xəbəri olmazdı o adamların. Görün birinci söz nə eşidirəm. Nə eşidirəmsə demək o yaxşı söz eşitdisə də demək o ümidli olurdu ki, o arzusu yerinə yetəcək. Ona görə də çərşənbə axşamında həmişə insanlar çalışırdılar ki, evlərində xoş sözlər ifadə eləsinlər. Çünki bir başqasının arzusu ola bilərdi, arzusunun bir diləyi ola bilərdi. Yəni çərşənbələri çox belə, xüsusən də axır çərşənbəni çox gözəl keçirlərdi. Toy adətimiz, nə bilim, o dövrün toy adəti başqa cür idi. Toy adəti əsl toy adəti idi. İndi də Azərbaycanımızın bəzi kəndlərində elə bir toy adətinə görürəm. Yəni şax bəzənərdi. Bu şax indi heç yerdə yox. Xüsusi şax ağacı var idi, yəni o hazırlanmış şax üçün. Və onu bəzəyərdilər. Bütün üstünə hər bir lentalar, meyvələr, cürbəcür bütün nazi-nemətlər onun üstünə yığılardı və gözəl bir şax bəzənərdi. O şax elə bil gəlin köçəndə o şax da həmin maşında olardı. Şax gedəndə demək bəylə gəlin gedəndə şax da həmin maşında olardı, həmin karvanda olardı və bir də görürdün ki, o şaxa gənclərimizdən çalışırdılar ki, o şaxdan bir nemət qoparsınlar və o şaxı qoruyan bir adam da qoyulurdu ki, şaxı qorusun. Şax məsələn bəylə gəlinin bir simvoludur. Yəni o şaxın, onu deyim ki, şaxıdan bir nemət oğurlamaq istəyən, əgər kimsə o şaxdan bir nemət oğurlasaydı, o artıq bəydən nəmər almalı idi ki, biz bəyin şaxından nəsə götürdük. Bəyin qoruyucularından, rəqs nümunələrindən biri və keçmişindən gələn bir rəqs oynama növüdür. Yallını ancaq belə deyək də, əksəriyyət hallarda, məsələn, Ermənistanların, Qərb Azərbaycanlıların toyunda bu yallını görürəm. O yallıların da, yallı adətən mən bildiyimlə, yallı, elə türklər də öz toylarında bu yallını çox oynayırlar. Bizim adət-ənənələrimizin bir çox hissəsi Anadolu türklərindən götürülmüş bir şey idi, yəni nümunələri idi.
Bu yallı da ben bildiyime göre elə bu yallı da elə Anadolu türklərindən götürülmə yallı idi. Çünki bu yallı insanları bir var fərdi rəqs eləyəsən, bir də var sən bir zəncir kimi qurursan bir-birindən və gözəl bir yallı rəqsi gedirsən. Bu insanların bir-birinə bir həmrəyliyinin bir daha nümunəsidir ki, bax toyda da insanlar bir-birindən əl tutur, bir-birindən qucaqlaşır, bir-birindən çiyin-çiyinə oynayır. Tutaq ki, götürək Qərbi Azərbaycanda, tutaq ki, bir sıra yallı növləri var. Hər bölgənin də öz yallı növü var. Məsələn, mən toyda oldum, onların yallısı biraz başqa cür idi, daha maraqlı idi. Bizim hər bölgənin öz maraqlı nümunəsi var idi yallının. Əsasən yallı, dediyim kimi, insanların birgə rəqsinin, birgə çiyin-çiyin oynamağının bu insanların daha mehriban olduğunun bir nümunəsidir. Əlbəttə ki, tibb sahəsində işləyənlər, tibb sahəsinə yönələnlər, təhsil alanlar çox olubdur. İndi də çoxdur, gənclərimiz də var. Onların adlarından çoxlarının adını çəkə bilərəm. Məsələn, elə deyək, tibb üzrə götürsək, Nərman müəllim Nağıyev. Allah ona da can sağlığı versin ki, indi də fəaliyyətindədir. Sonra bizim kəndimizdən Dəmirçiyev Bəhram, Rafael Daşdəmirov, Nurəddin Doktor Rövşənov, sonra Hamlet Nəsibov, hələ biraz yuxarı nəsildən də belə bir qədər tam gənclərə gəlməmiş. Çoxlarını demək olar. İndi biraz gənclərdən rəhmətə gedənlər var, Allah onlara rəhmət eləsin. Tibb üzrə işləyən gənclərimizdən, məsələn, Telman Nəsibov, Dilman Nəsibov,
sonra Sarıbəy Nəsibov, sonra Sarıbəy Namazov. Sarıbəy Nəsibov dedim, əstəğfurullah. Sarıbəy Namazov. Bax bunların Allah onlara rəhmət eləsin, rəhmətə gediblər. Çox gözəl həkimlər olublar, çox hörmət qazanmış həkimlər olublar. Belə, yəni indi gənc nəsil də var, gənc nəslimizin də məsələn mənim yaşıma uyğun nəsildən Aydın Hüseynov. Günler keçir, qatar, qatar. Hər xəstənin öz dərdi var. Rahat yata gərək olar. Xoş həyatlı həkimlər, xoş həyatlı həkimlər, ürəklərin tacı bizə qardaş bacılar. Ürəklərin tacı bizə qardaş bacılar. Günler keçir qatar, qatar. Hər xəstənin öz dərdi var. Rahat yata gərək olar. Xoş həyatlı həkimlər, xalatlı həkimlər. Xoş həyatlı həkimlər, xalatlı həkimlər. Ürəklərin tacılar bizə qardaş bacılar. Ürəklərin tacılar bizə qardaş bacılar. Dərmanları acılar, Güllabatlı həkimlər, xalatlı həkimlər. Güllabatlı həkimlər, xalatlı həkimlər. Mahnı yazır, nəğmə deyir, şirin sözlər bəstəliyim. Sizi görcək xəstəliyim. Olur atlı həkimlər, xalatlı həkimlər. Olur atlı həkimlər, xalatlı həkimlər. Ürəklərin tacılar bizə qardaş bacılar. Ürəklərin tacılar bizə qardaş bacılar. Dərmanları acılar, Güllabatlı həkimlər, xalatlı həkimlər. Çox tayfalar var idi. İndi bir neçəsini sadalayım. Tutaq ki, Qulleyli, Şəlleyli, sonra Dəmirçilər, Göyməmməddi, sonra çox sayda idi. Amma bir neçə bunları sadaladım. Qərbi Azərbaycan bizim kök vətənimizdir. Kökümüz. Ona görə Qərbi Azərbaycan bizim üçün çox əzizdir və Qərbi Azərbaycanı biz heç vaxt unutmayacağıq və Qərbi Azərbaycan uğrunda daima
fəaliyyətdə olacaq. Çünki Qərbi Azərbaycan bizim ata-baba yurdumuzdur. Çox qiymətlidir. Bir insan ki, bir qeyri-millətin içində yaşayırsa da, daima təzyiqlərə məruz qalırsa da, daima onun hüquqları, daima onun ayrı seçkiliyə məruz qalmaları olursa da, onda o millət, o insanlar bir-birinə daha da yaxın olurlar, daha sıx olurlar. Bəlkə də deyərdim, bizim Qərbi Azərbaycanlıların bir-birinə daha sıx yaxın olmasının əsas səbəbi qeyri-millətin, xüsusən də düşmən bir millətin içində yaşamağımız olur. Biz daima sıxıntılara məruz qaldıqca bir-birimizə daha çox sıx olmuşuq. 88-ci il dəhşət idi. Mən Bakıda idim. Mən universiteti, institutu təzəcə bitirdim. Və bu hadisələr başladı. Atamgildə, anam da, atam da, valideynlərim, balaca bacım oradaydılar, kənddə. Əlaqə saxlamaq mümkündür. Mobil telefon yox, o vaxt heç nə yox. Məsələn, gələnlərdən getmişik, Qazaxda dayanmışıq, Qazaxdan gözləyirik, kimsə gəlir, çatırsa ondan soruşuruq, ora-bura. Zəlzələ də olub, bilmirik, sağ qalan kim, necədir vəziyyət. Nəsə, oradan Ermənistana da getmək mümkündür, qorxuludur, deyirlər ki, yolda görsələr ki, türksən, öldürəcəklər. Nəsə, mən orada bir Gürcüstan maşını tapdım. İri bir yeşikli maşını idi. Mən ona dedim, nə müqabilində deyirsən, mən ödəniş eləyəcəm, biz getməliyik ora. Gedək oradan, yaxınlarımız orada qalıb, baxaq, götürək. Ona mindim, amma o sürücü dedi ki, təhlükəlidir. Dedim, bəs niyyət dedi, mən harada ki, görsəm ki, təhlükəlidir, orada bu iri maşının arxasında yer olur da, yemək qoymağa, yatmağa, nəsə bax belə. Dedi, orada mən biraz özünü gizlədərsən ki, yəni görməsinlər. Harada görsən oldu, yəni keçərsən o tərəfə, keçsən o maşında yanımda kimsə oturduğunu görməsin. Və belə də oldu, elə də, belə deyək də, saxlayan da olmadı. Birbaş getdik, çatdıq kəndə. Kəndimizi görəndə, nə bilim, elə bil dünyanın sonunu gördüm. Sanki dünyanın sonuymuş. Demək, kənddə insanlar, bir neçə elə adamlar qalıb, onlar da yaşlı adamlardır, belə, yəni cavanlardan da var idi, çox cavan yox, belə. Demək, heyvanlar hərəsi yollarda bir yana qaçışır. İt, pişik, toyuq, cücə, nə bilim, hər bir evlərə baxırsan, hamısı yıxılıb, dağılıb, çöküb, salamat bir yer yoxdur. Yəni, belə kənardan durub baxanda deyirsən ki, bax, bu dünyanın sonu, bəlkə də sonudur, nədir? Hər şey dağılıb, hər şey, hər heyvan, filan, hər şey belə buraxma, insanlar pastel palaz tökülüb qıraqlarda, yəni hər şey dağılıb, evlər yox dərəcəsində, ölənlər olubdur, onlar götürülübdür. Belə baxdım, dedim, yox, çox təsir elədi o. Ondan sonra sözsüz kəmin maşına elə bil 2 ailə adamlar, atam bilir, atamı yığıldı, oturduq. Bir əllə götürə biləcək bir iki sənət falan belə şeylər də götürdük, tərk elədik. 88-ci ildə bizim deportasiyamız başlayan ərəfədə zəlzələ olmasaydı bizim insanlar, tək bizim kənd yox, bizim kimi 4-5-6 para kəndlər var idi, hamısı qırılacaqdı, biri sağ çıxmayacaqdı. Ona görə ki, onlar hələ o vaxta qədər hücum eləmişdilər, kənd ala bilməmişdilər və atışmalar olmuşdu, düzdür, olmamışdı. Yəni, atışmalar da, bizimkilər də onları qorxuzub qaçırmışdılar. Yəni, 2-3 dəfə həmlədən ancaq onlar dirənmişdilər ki, bunları sağ buraxmaq mümkün deyil, olmayacaq. Və o zəlzələ bizi, düzdür, bir neçə sayını dəqiq deyə bilməyəcəm, zəlzələdə həlak olanlarımız oldu, onların hansına Allah rəhmət eləsin.
birini elə adını çəkə bilərəm, Mamet müəllim idi. Elə klubda, klubun elə uçub, klubun elə bir balkonu düşüb, onun altında rəhmətə getmişdi. Klubun qabağında rəhmətə getmişdi. Odur ki, zəlzələ bir növ bizi həm bizə ziyan vurdu, amma eyni zamanda bizim insanları deyərdim ki, az miqdarda ziyan vurdusa da, çox sayda insanlarımızın sağ qalmasına səbəb oldu. Ona görə ki, ermənilər qıracaqdı. Yəni, buraxım yox idi. Qərar vermişdilər ki, bunların hamısı qırılmalıdır. Çünki demirəm, 3 dəfə hücum eləmişdilər. Odur ki, zəlzələnin bizə çox xeyri oldu ki, bizim insanlarımız xilas olub çıxa bildi. Momentdən istifadə edib, zəlzələdə onların başını qatdı və bu momentdən istifadə edib biz insanlarımız çıxa bildi. Bir ziyan, xeyri tərəfi bu, ziyan tərəfi də odur ki, mal, mülk, insanlarımızın bir hissəsi həlak oldu, mal, mülk, hamısı dağıldı. O klub demiyorlar ki, insanların bir maarifləndirilməsinə xidmət edən bir yer idi. Klub bir, deyərdim ki, kəndin mədəniyyət mərkəzi. Çünki, məsələn, Sovet dövründə tutaq ki, gətirirdilər kinolar göstərməyə, klubda olunurdu. İclaslar klubda olunurdu. İnsanlar bir-birindən hal-əhval tutmaq istəyəndə hamı bir-birinin evinə getməzdi. Hamı yığışırdı kluba ya klubun qabağına, orada görüşərdilər. Yəni, həm də rəhbərlik də elə o klub ərazisində yerləşirdi. Demiyorlar ki, kəndin maarifləndirmə və idarə etmə mərkəzi idi klub. Həm maarif mərkəzi idi, həm də idarə etmə mərkəzi. Bu yaylaqlar çox incə məsələdir. Yaylaqlarımız, mən həmişə yaylağa getmişəm ki, getmişik də ailəmiz, mən də getmişəm, olmuşam yaylaqlarda. Ən yuxarı başda Sarıbəy yaylağı idi. Ondan aşağıda Çataq idi, ondan aşağı Sarıbulaq, ondan sonra aşağıda Yelli Yurd və s. və s. Yəni, yaz gələndə insanlar yaylağa çıxardı. Heyvanlarını, filanı, hər şeyi götürərdi, çıxardı yaylağa. Yaylaqda hər bir ailənin özünə müvafiq düzəltmiş olduğu bir yer var idi. Tutaq ki, bir məkan. Ora aparırdılar, o çubuqlar var idi. Çubuqlarla düzəldirdilər, qırağını hasarlayırdılar, üstünü tentlə örtürdülər, qapısı, pəncərəsi. Yəni, bax, belə bir o ərazidə 3-4 ay insanlar yaşayırdılar. Qidalanma ancaq hər şey təbii olurdu. Məhsullar, heyvani məhsullar, bitki məhsulları, çörək özləri pişirərdilər, yemək özləri orada. Yəni, hər şey təbii, hər şey özününkü və çox gözəl idi. Aşıq sənəti bizim elə o vaxtı toylarımız aşıqla keçərdi. Aşıqlar aparardı toyu. Mən hələ uşaq idim, körpə uşaq olarkən yadıma gəlir. Kəndimizdə elə biri mənim əmim, Abdüləzim əmim. Aşıq Abdüləzim, Aşıq Bayram, bu ikisi xüsusilə önəmli aşıqlarımızdan idi. Allah rəhmət eləsin, Abdüləzim əmimin sazı elə zəlzələdə ev uçanda sazı da sınmışdı. Sazı sınmışdı elə də, bax o saz elə orada ev uçanda elə də sazı da sınmışdı. Yəni, Aşıq Bayram amma sazını deyəsən gətirmişdi, burada da hələ bir müddət istifadə elədi. Yəni, aşıq sənəti, məsələn, körpə uşaqkən toy olardı, gecə saat 2-yə, 3-ə kimi aşıq oxuyardı, çalar, ifa eləyərdi sazında.
değişmələr olardı. Gürcüstandan Aşıq İmran, Aşıq başqaları da var idi. Gələrdilər, dəvət olunardılar. Hiç utanmadın uçay keçili bir yaylağa gelmedin diyam anama. Yüz bin cefa ile yayı bellemen köç eyledim, köçtüm gittim Ağbulağa gelme. Sen beni eyledin kul kimi kenizi bir aymanama. Ay yatıracağım besledim her gülden temiz bülbül olup eylemeye gelme. Sina yazalım oğlu dizili kara gelme. Ben de sina varım. Yani saat 2'ye 3'e kimi körpə uşaqlar idik. Biz məsələn, ikinci sinif uşaqları, birinci sinif uşağı, 7-8-9 yaşında uşaqlar saat 3'e kimi ona qulaq asardıq. O değişməyə. Ona görə mənim indi də saza böyük məhəbbətim var. Düzdür, bir saz da almışam, sazım var, amma bir saza da getdim, öyrəndim, düzdür, yaxşı ifa eləyə bilmirəm, amma saza marağımdan gəldir. O ki, yəni saz da almışam, sazım da var. Qarabulağın
əvvəli suyun keyfiyyətinlə ölçsən, Qarabulağın suyu elə adından göründüyü kimi qara su idi. Yəni içilirdi. Ancaq o birisi sulardan fərqli olaraq bir qədər keyfiyyəti aşağı kimi idi, yəni köp yaradan su idi. Amma tutaq ki, çox yerlərin suyundan üstün idi. Biz öz bulaqlarımızla müqayisə eləyəndə deyirəm ki, onun öz digər bulaqlarımızdan bir qədər fərqi var idi. Ancaq Qarabulağın da bir üstünlüyü o idi ki, düz kəndin mərkəzində klubun qabağındaydı və ondan bütün hamı istifadə edirdi. Hətta suvarma üçün istifadə edirdilər. O bulaqdan aşağı bölgələr. Eyni zamanda hər kəs o sudan istifadə edir. Yəni o su aparırdılar, yemək pişirmək, evdə istifadə eləmək, yəni o suyun. O Qarabulaq kəndin əsas bulaqlarından biri idi. Vətən çox müqəddəs bir məfhumdur, vətən sözü. Ancaq vətən, çox adamlar deyir ki, vətən harda doğuldun, boya başa çatdınsa, o sənin vətənindir ora. Əslində bu məfhumla razıyam. Ancaq vətən, əsl vətən doğrudan da körpəlik dövrün. Anadan oldun, o körpə dövrünü harda keçirdinsə, ora sənə əzizdir. Və sənə ən əziz olan yer də sənin vətənin hesab olunur. Vətən o vaxt vətən yanğısı olur ki, sən vətəni itirmiş olursan. Əgər vətəndə yaşayırsansa da, vətən yanğısı olmur, vətəni sevirsən, vətənin içindəsən, vətəndə yaşayırsan. Ancaq o vətəni, o uşaqlıq dövrünü keçirdiyin, o günləri keçirdiyin, oya başa çatdığın yeri tərk edirsən və ora həsrətində yaşayırsansa, onda olur vətən yanğısı. Vətən yanğısı onda olur ki, bax, o vətəni mən görə bilmirəm, vətəni istəyirəm, görə bilmirəm. Bir tərəfdən də vətən yanğısı odur ki, vətəni sevirsən, vətən üçün hər zaman yanırsan. Daşlı təpiyə, qartallar məskəni quşlu təpiyə, gözləri həsrətdən yaşlı təpiyə, deyəcəm, xoş gördük, adı olma kəndi. Baxıb seyr edəcəm talan kəndimə, bənizi həsrətdən solan kəndimə, gözləri yollarda qalan kəndimə, deyəcəm, xoş gördük, adı olma kəndi. Adı olma kəndi. İlk gedəcəyim yer kənd qəbristanlığı olardı.
Ребята, всем привет! Мы находимся в бывшей селе Гурсалу, где жили азербайджанцы, Спитакский район, да? Да, кладбище, все целые, сохранены, да, неухоженные. Понятно, здесь 30 лет никто не жил, но все сохранялось, да, люди сохранили, не трогали эти кладбища. Есть камни, да, что они там на земле стоят, ну, это и в армянских кладбищах есть, на старых кладбищах, неухоженных. Но все целые и невредимые стоят эти кладбища. Смотрите, камни, да. И что ты там говорил, Кяламчик, там покажите в Армении азербайджанские кладбища, там, не знаю, турецкие, азербайджанские символы. Ну смотри, Кяламчик, это кладбище азербайджанское. Ну, ваши символы азербайджанское, это бараны, да, белые и черные бараны. Но смотри, это исламские символы здесь стоит. Вот звезда и полумесяц. Вот, может, кто-нибудь узнает этого человека. Дилман Муса Оглу. Как там фамилия? В общем, азербайджанское кладбище. Вот соседнее кладбище. Алиева Мадина Исмаил Гизи. Вот женщина, да, кладбище. Что еще показать? Вот. Тоже вот азербайджанское кладбище. Так что, Кяламчик, ты там не пизди, ты иди покажи армянские кладбища в Кянже, в Баку, в Сумгаиде, в бывшем Шаумяновском районе, село Чардахлы, где наши маршалы родились, везде, где армяне жили. Я уже не говорю, что в Карабахе на данный момент ломают квалдами наши кладбища и выставляют. Вот иди покажи, ты там церковь показываешь в Ганзаке нашем, армянский, где нету крестов, где там окна нету, где там мусорник там. Ты покажи наши кладбища. И церкви без крестов не бывает. Вот как-то так, сволочь. Жду ответа. Orada Allah rəhmət eləsin, mənim babam Dəmirçi Məmməd və digər önəmli insanlarımız, bibim, atamın bacısı, Sona müəllimə və çox dəyərli insanlarımız da hamını sadalamaq mümkündür. Yəni, öz ailəmizdən misal çəkdim. Onların bir qəbrinə baxardım, görüm necədir. Hardadır, dururmu? Ребята, мы приехали сейчас в Спитакский район, село Урсалу раньше называлось. Это для того, чтобы азербайджанцы понимали, в какой мы деревне. И вот находимся опять же на азербайджанском кладбище. На азербайджанском кладбище находимся. Все плиты стоят. Вот я даже могу вот приблизить. Все плиты стоят. Ни одной плиты нету. Это вторая деревня, которую мы сегодня посетили. И вы знаете, что я вам скажу? Все деревни, конечно же, я не могу объездить. Сколько смогла, столько и объездила. Только ради того, чтобы кто-то, может быть, узнает свое кладбище. Могу вот так вот подойти, показать. Все не обещаю, все не обещаю. Но, будучи человеком, несколько могу показать. Вот. Здесь вот муж и жена, наверное. Так. Идем дальше. Знаете, что меня расстраивает? Что в вашей стране наши плиты каменные все ломаются, все рушится, а в нашей стране все стоит. Ваш блогер когда-то говорил, покажите знак азербайджанский в вашей стране. Вот показываю знак азербайджанский в нашей стране на ваших могильных плитах.
И, не знаю, может быть, вы, азербайджанцы, распространите это видео, чтобы все видели, что в каком состоянии находятся ваши могилы в Армении. Это не первая деревня, еще раз говорю, в которую мы заехали. Мы уже во много деревень заехали. Я даже, видите, камеру не прячу, ничего от вас не скрываю. Чтобы вы понимали, что лжи тут нету. Вот. И может быть, в вашем сердце проснется чуточку милосердия, чтобы не трогать могилы усопших. Если тем более вы верующие люди, этого вообще нельзя делать. Этого вообще нельзя делать. Видите, да? Ничего ни от кого не скрываю. Смотрите. Все стоит. Ни одного разрушенного кладбища нету. Я думаю, после того, как вы этот ролик посмотрите, вам просто должно быть стыдно. Должно быть стыдно. Я, естественно же, жду от ваших блогеров ответного видео армянских кладбищ, которые находятся в Азербайджане. Если, конечно, вы как-то сохранили хоть что-нибудь. И знаете, я жду у вас ответной реакции с видеоответом точно так же, как я это делаю. Вот так, чтобы вы показали всю территорию, ничего не скрывая, чтобы все было честно. Я от вас жду честного видео насчет армянских кладбищ. Ведь вы любите говорить, что у вас все есть, все сохранилось. Докажите. Вот я, посетив вторую деревню, вам это доказала. Таких деревень очень много. Естественно, у меня время не позволяет, чтобы я все деревни ваши объездила. Но и за это хоть спасибо скажете мне в комментариях. Я надеюсь, человечность у вас проснется. Вот. Понимаете, да? Посмотрите. Давайте ближе подойду. Вот, смотрите. Видите? Молодец. Камля, знаешь, я чему удивляюсь? Эти кладбища находятся в чистоте. Да понятно, не жили, это не армянские кладбища. Нет, просто ты понимаешь, ну посмотри, вот я посмотри, вот так размах берешь, да? Я видела в Беларуси кладбища, которые заброшенные, да? Там везде вот в мой рост трава, и ничего уже не видно, ни могил, ничего. Здесь, получается, косят или что делают, я не знаю, тут порядок полнейший. Тут могилы эти не затеряны в траве, не затеряны. И я, если честно, это меня очень сильно удивляет, что в нашем народе, я уже там символ показала, я лучше было показала, İkinci gedəcəyim yer klub olardı. Klub ayaq üstündə deyildi, onsuz da yəqin ki, çürüyüblər. Və salamat qala biləcək, salamat olacaq yerlərə birinci gedərdim bulaqlara. O bulaqlar üçün həsəd apardım. Siz də sağ olun, sizə bu fəaliyyətinizdə uğurlar arzu edirəm. Siz elə qeyd etdiyim kimi, siz bu fəaliyyətinizlə Qərbi Azərbaycanın yaşatmağa xidmət edirsiniz, yəni yaşadırsınız. Qərbi Azərbaycan düzdür, o torpaqlarda hələ olmasaq da, amma o torpaqlar uğrunda biz yaşamalıyıq. Və siz o bir Qərbi Azərbaycanın yaşaması üçün də sizin fəaliyyətiniz lazımdır. Ona görə uğurlar arzu edirəm.